Salam dəyərli izləyicilər. Bu günləri hər şeyə etiraz edən insanın bir özəlliyini sizlərlə paylaşmaq istəyirəm. Amma ilk öncədən bir xahiş eləmək istəyirəm ki, bu özəlliyi özündə görüb məndə belə bir əlaməti yoxdur deyənlər kommentlərdə yazmasınlar. İlk öncə bu əlamətləri gördüyümüz yer qaşlardır. Ümumiyyətlə qaşlardan o qədər informasiya görə bilirik ki, istər insanın sağlamlığı ilə əlaqəli, həyatı ilə əlaqəli, maddi durumu ilə əlaqəli, qardaş bacıları ilə əlaqəli o qədər məlumatlar var ki, tək qaşları analiz etməklə insanın demək olar ki, həyatı ilə əlaqəli bir çox məlumatları əldə edə bilirik. Burada qaşların qalın olması, nazik olması, bir-birinə yaxın olması, aralı olması və s. və ilaxirə bunlar haqqında bir çox məlumatlar var. O ki, gəldi hər şeyə etiraz edən insanların qaş girişləri dik-dik olur. Bu insanlar hər şeyə etiraz edən insanlardır və sonda da yenə təkrar xahiş edirəm, bu insanlar kommentlərdə yazmasınlar.